ehtiyac yoxdur öyünməyə. Və sən ölüb gedəndən sonrasında o yığıb topaladığın o mal dövlət, əgər Allah üçün onu xərcləməmsənsə, bilginə ki, o evlatların dağırdıb tökəcəklər, sonra kim ki varisləri də onlar qıracaqlar bir-birin onun arasında bölüşdürməkdən ötürü qoyub qaldığın maşın, evlər və s. Ona görə çalış, yığıb topalamaqla bir-birimizin qarşısında öyünməyək. Allah üçün xərclə və bu səni sevindirsin. Öyünmək yox, sevindirsin. Sonra Allah Teala buyurur ki, hətta zurtumul məqabir. Və belə etdiniz, bir-birinizin qarşısında öyündünüz və beləcə də ölüb getdiniz. Və torpağa gömülməklə deyir Allah Teala, torpağa gömülməklə qəbirləri ziyarət etdiniz. Yəni, heç vaxt ölümü yada salmadınız, fikirləşmədiniz ki, bir gün öləcək. Ancaq fikriniz, başınız qarışdı ancaq mal, dövlət yığmağa, çoxluqla bir-birinizin qarşısında öyünməyə, geyimlərlə, paltarlarla, miniklərlə, evlərlə və s. Bəziləri dostları ilə öyünür və s. Əgər sən yanında təqvalı, Allahdan qorxan dostun yoxdursa, Allah qorusun səndən xeyir qaldırılıb. Çalış yanında xeyirli dostlar olsun, varlı dostlar yox. Sən əli harama uzadanda əlindən vuran, harama gedəndə sənə yoldan tutub qaytaran dostun olsun yanında. Varlı pıllı qardaş yox. Daim səni nəsihət eləyən qardaşın. Hətta zurtumul məqabir deyir Allah Teala. Bu şeylərin heç birini fikirləşmədiniz. Hətta öldünüz, getdiniz, beləcə ziyarətlədiniz deyir qəbirstanlığı. Sonra Allah Teala buyurur, Kəllə səvfə ta'ləmun. Xeyr, siz tezlik